Belə bir məsələ göndərmisiniz. Baxaq, müəllimlərimizdən soruşurlar ki, bu tipli məsələnin miqə düşmə ehtimalı varmı? Bəli, ola bilər. Bizim məsələmizdə qan qrupu ilə hemofiliya xəstəliyini bir yerdə veribdir. Amma ayrı-ayrı da verə bilər, nəsil ağacı formasında da verə bilər. Yəni, bir çox formalarda verə bilər, düşə bilər miqə. İndi gəlin baxaq. A fenotipinə malik qan qruplu hemofiliya olmayan ana ilə, deməli, ananın qan qrupu AA və A0'dır. Hemofiliyalı deyil. Bilirik ki, hemofiliya X xromosomla ilişikli keçir, özə resesiv genlərlə keçir. O zaman ana X-i böyük H, X-i böyük H tam sağlam ola bilər və bir də X-i böyük H, X-i kiçik H ola bilər. Yəni, daşıyıcı ana da ola bilər. Ata AB qan qrupuna malikdir və hemofiliya olmayan bir atadır. Atanı yazaq. AB qan qrupludur və hemofiliyalı deyilsə, böyük H, Y formasında da atanı yazmış oluruq. İlk uşaq B fenotipli qan qrupludur və hemofiliyalı oğlan uşaqdır. Deməli, oğlan uşaqdır və BB-də ola bilər, B0-da ola bilər və hemofilikdir. Bilirik ki, oğlanlar hemofiliya xəstəliyi olurlarsa, onlar ana xəttdən onu alır. Deməli, ana daşıyıcı anaymış. Buradan təyin etmiş olduq. Və bizdən nə istəyir məsələdə? Bu ailənin A fenotipli qan qrupu olma ehtimalı uşaq, sağlam uşağın dünyaya gəlmə ehtimalını istəyir. A qan qruplu, yəni uşaq AA-da ola bilər, A0'da ola bilər, sağlam olması, yəni X böyük H, böyük H da ola bilər, X böyük H, kiçik H da ola bilər, yəni daşıyıcılığın özü belə sağlamlıqdır. Oğlan uşağı, oğlan qız burada demir bir məsələdə, yəni həm oğlan, həm qızı baxımından baxmalısınız. Yəni X-i böyük H, böyük H, X-i böyük H, kiçik H da sağlamdır, X böyük H, Y oğlan olaraq da onu da götürə bilərik sağlamlığı. Yəni, onların hamısı ehtimallarına baxmamız lazımdır. Bu tipli məsələdə qan qrupunu ayrı çarpazlaşdırırıq. Hemofiliya xəstəliyini ayrı çarpazlaşdırırıq. Əgər oğlan qızı desəydi, onu da ayrı çarpazlaşdırmamız lazım idi. İndi gəlin baxaq. Bilirik ki, ana AA-da ola bilər, A0'da ola bilər. İndi düşünək ki, ana AA-dır. İndi görək AA-dırsa, oradan nə çıxa bilər? Deməli, ana AA-dırsa düşünək, ata AB-dirsə, buradan ana böyük A qametini verir, ata da A, B qametlərini vermiş olur. Çarpazlaşdıranda AA genotipli bir fərd yaranır, bir də 4-cü qan qruplu bir genotipli fərd yaranır. Biz də baxırıq ki, bu ailədə demişdi axı ilk övlad 3-cü qan qruplu olubdu, amma baxırıq ki, burada 3-cü qan qrupu çıxmayıb ortalığa. Deməli, düşünürük ki, ana homozigot vəziyyətdə deyil, heterozigot vəziyyətdədir. A0 vəziyyətində ananı götürməmiz lazımdır. İndi gəlin ananı A0 vəziyyətində götürək. A0 və çarpazlaşır AB ilə. 2 sort qamet verir. A və 0 qametlərini. Bu da 2 sort qamet verir. Çarpazlaşdırsaq bir-biri ilə AA genotipli bir fərd yaranır. AB 4-cü qan qruplu bir fərd yaranır. Və yenə 2-ci qan qruplu bir fərd yaranır. Və nəhayət, baxın, 3-cü qan qruplu fərd meydana gəlir. Biz də baxırıq ki, 4 uşaqdan ikisi 2-ci qan qrupludur. Yəni, 4-dən ikisi, bu da eləyir necə? 2-də 1 ehtimal var burada ki, 2-ci qan qrup ortalığa çıxsın. İndi hemofiliya xəstəliyinə görə baxsaq, hemofiliya xəstəliyinə görə biz dedik ki, ana daşıyıcı anadır, ata da tam sağlam idi. Qamet alsaq, 2 sort qamet verir, böyük H, kiçik H. Ata da 2 sort qamet verir, böyük H, Y. Çarpazlaşdırsaq, baxırıq ki, burada tam sağlam bir qız dünyaya gəlir, tam sağlam bir oğlan dünyaya gəlir, daşıyıcı bir qız dünyaya gəlir və xəstə bir oğlanın yaranması görsənir. 4 uşaqdan neçəsi sağlam olma ehtimalı var. Gəlin baxaq. Sağlamlıqlar, baxın, bu tam sağlam qızdır, bu tam sağlam oğlandır, bu da daşıyıcı qızdır, yenə də sağlam götürə bilərik. Yəni, 4-də 3 ehtimal burada özünü göstərir. Burada 4-də 3, yəni hemofiliyaya görə 4-də 3, qan qrupuna görə götürsə 2-də 1, 2-də 1-i də vurarıq 4-də 3-ə, bu da eləyər 8-də 3 ehtimal. Yəni, cavab bizdə orada 8-də 3 ehtimalla alınmalıdır.